Bu 4 günü yazmaqda məqsədim, bütün ömrü eyni keçən insan qarşısına çıxan həyatını dəyişə biləcək hadisədə inanmağı bacarsa, hər şeyin necə dəyişəcəyini oxuyanlara göstərmək idi. Mən qaranlıqdan işığa çıxdım və daha çox işıq istəyirəm. Əlimdəkini də qoruyacağam. Claudius əsrlər əvvəl kitab yazıb mənə qaranlıq və işıq haqqında danışdı. Mən də yazıb ondan öyrəndiklərimi, yaşayaraq bildiklərimi, düşündüklərimi bu kitabı oxuyanlara çatdırıram. Hər insan fərqlidir. Deməli, hərənin işığa gedən yolu da müxtəlifdir. Amma işığa gedən yolu göstərən bəzi şeylər var. Məsələn, ümid, inam, xoşbəxtlik kimi. İddia etmirəm ki, həyatınızı dəyişəcək qədər böyük kitab yazmışam. Xeyr, iddia edirəm ki, yazılanları oxuyub, aydın fikirlə analiz etsəniz, öz yolunuzda irəli getmək üçün müəyyən qədər işıq əldə edəcəksiniz. Əsrlər əvvəl Claudius tərəfindən mənə gələn kitab kimi. Bəlkə bu kitab da əsrlər sonra kiminsə əlinə keçəcək. Yazdıqlarım bircə nəfərin yolunu işıqlandırmağa kömək etsə, xoşbəxt olaram. Ümid edirəm ki, əbədi xoşbəxtlik qazanar ruhum və yazdıqlarım da xoşbəxtliyimi artırar. 4 günlük macəramı yazdığım bu kitabı Claudius'un kitabından tərcümə etdiyim rabitəsiz kimi görünən bəzi cümlələri əlavə etməklə bitirmək istəyirəm. Xalq sacın adını çəkdim. Haqqı axtarmaq insanın fitrətindəndir. Onda nə zaman haqqa dönsən, bağışlanarsan və sənin qaba qaranlığın aydınlığa çevrilər. Xoş gördük müjdələnmiş. Mən Claudius'am. Əmanətimi aldığına görə sənə təşəkkür edirəm. Doğrusu, haradan başlamalı olduğumu bilmirəm. Amma bil ki, qaranlıq pərdələrini yırtmağa yalnız xalq sacın, Tanrının gücü çatar. Onun əlində su kimi bir şeydir. Kömək etməyini istəyirsənsə, sənə ən çox ümid lazımdır. Pərdələri yırtmağını istəyirsənsə, ümidsizlik və məyusluqdan uzaq dur. Ömrün boyunca onunla vuruşsan, amma sonuncu gün peşman olub üzr istəsən, əmin ol ki, o bağışlayacaq. Artıq xalq saca yaxınlaşıb, xacmadan uzaqlaşmısan. Artıq xalq sacdan başqa xacmaya ehtiyacın yoxdur. Üzləşməlisənsə, mətinliklə üzləş. Hətta üzləşməli olduğun şey özün olsan da. Əsas bilməli olduğun şeylər. Hər insan kimi, sənin də daxilində fitrətən mövcuddur. Tövsiyə edirəm, möhkəm ol və çox qorx. Bu kitabı yazanda çox narahat olmuşdum ki, sənə hansı sözləri deməliyəm. Amma aram tapanda, sənə ilk addım kimi qorxmağı tapşırıram. Ümidsiz ol, demirəm, amma eyni zamanda qorx deyirəm. Hər şeyini, xalq sacı itirməkdən qorx. Ona müharibə elan etməkdən, sevgisini itirməkdən qorx. Belə gözəl dostu itirməkdən qorx. Çoxları onsuz qalıb. Mehriban dostun qəzəbindən qorx. Gözündən düşməkdən qorx. Ləçəkləri qırmızı və qara olan laləni dərmisənmi heç? Ləçəkləri düşməsin deyə necə incəlik, zərafətlə dərirsənsə, ondan daha çox səy və diqqətlə sevgisini itirməməyə çalış. Yoxsa peşman olarsan. Aman peşmanlıqdan. Özünə elə qəzəblənib, elə nifrət edərsən ki, deyə biləcəyin yeganə söz, mən necə də zalımam, olar. Həm özünə, həm də xalq saca qarşı zalım olarsan. Sənə həmişə yaxşılıq edənə arxa çevirməkdən qorx ki, onun, axı niyə, sualına cavabın olmaz. Bəs birdən cavab verməyəndə elədiklərini sadalamağa başlasa, onda necə? Xoş sevib sevilənlərin halına. Heyif qəzəblənib qəzəbə tuş gələnlərin halına. Qorx ey dostum, qorx və təşəkkür etməyi də unutma. Ölüm vaxtı əvvəlcədən müəyyən edilib xalq sac tərəfindən. Çalış ki, həmin vaxt çatanda
xalqsaca bağlı olasan. İstə. İstəməsən ala bilməyəcəksən. Dönə-dönə istə. İstədiyini alanda da təkəbbürlü olma. Digərlərindən daha çox şey alsan, özünü üstün sayma. Bu ona bənzəyər ki, ölümcül xəstəyə həkim birinci müdaxilə edir. Xəstə də sevinir ki, mən hamıdan sağlamam deyə həkim mənim yanıma qaçır. Yaxud bədəni yara-xora ilə dolu dilənçiyə digərlərindən çox pul verəndə, mən hamısından yaraşıqlıyam deyib sevinməyinə. Düşünmə ki, alçaldır ya da təhqir edirəm. Əldə edən, ən çox ehtiyacı olan, ən çox istəyən, ən çox ümid edən və ən riyasız çağırandır. Ən yaxşı olan deyil. Unutma, iblisdə iki şey, istəklə ümid olsa və iki şey, riya ilə təkəbbür olmasa, xalqsac onu da təmizləyib ucaldar. Bu 4 şeydən birinə göz yumsan, qaranlıq səndən əl çəkməyəcək. Kim bilir, bəlkə də dünyaya bu 4 cəhətdən möhkəmlənmək üçün gəlmişik. Həmişə sayıq ol, dostlarına yox, xalqsaca güvən. Saişinin tez-tez dediyi kimi, ruhi sakitlik əldə et. Çünki inanan və güvənən ruhi sakitliyə çatmalıdır. Səmanı görmək istəyirsənsə başını qaldır və gözünü geniş aç. Elə inan ki, ümidin heç vaxt itməsin. Elə inan ki, ümidini itirənlərin belə ümidi qayıtsın. Məşriqli həyatın mənasını ruhi sakitlik kimi görür. Məğribli isə böyük harmoniyaya qərq olub içində yox olmaqda. Həyatın məqsədini düşün. Sonra da onu hər gün və hər işində xatırla. Xoşbəxtliyin yolu düşünməkdədir. Həmin cümlələrdən sonra bunu da demək istəyirəm ki, gecikməyin. Həyatınızı dəyişdirmək üçün gecikməyin. Addım atmaq üçün gecikməyin. Amma tələsib zəhmətinizi yerə də vurmayın. Xalqsac, həm yaradan, həm də hər şey. Sizə yazdıqlarımın 1000 qatını deyir. Sadəcə diqqətli olub, hər hadisənin, hər günün altında yazılan sözləri görüb oxumaq lazımdır. Həyatın bizə yazdığı məktubları hər gün səbirlə oxuyub, yolumuzu işıqlandırmalıyıq. Hamısını zehnimizdə birləşdirməliyik. Tələsmədən, səbirlə və hikmətlə oxumalıyıq. Hər gün hər hadisəni yazı kimi ardıcıl oxusaq, oxumağı bacarsaq, onda xoşbəxtliyə və mövcudluğa doğru sürətlə addımlayarıq. Elə isə sən də hər gün oxumaq üçün nə gecik, nə də tələs. Yazdıqlarımı Claudius'un kitabındakı son cümlə ilə bitirirəm. Əzizim, tələsmə, sıra ilə oxu. Yeri gəlmişkən, sonradan öyrəndim ki, Ur-Duzem Xunqar qədim Pune dilində mən ağamın müjdəçisiyəm deməkdir. Müəllifdən. Əziz yoldaşım, kitabı oxuyub qurtarmısansa deməli, artıq səninlə ünsiyyət qurmuşuq və bir-birimizi uzun müddətdir yoldaşlıq edən adamlar kimi daha yaxşı başa düşürük. Mənə elə gəlir, sən bunları oxuyanda mən hiss edəcəyəm. Bir-birimizi görməsək də, öz müsbət ahəngimizin parçasını bir-birimizə hədiyyə edəcəyik. Əlvida demirəm. Hələlik, əziz dost.